Ağdərə rayonunun Başqiney kəndində kənd sakinləri insana məxsus olduğu ehtimal edilən skelet fraqmentləri aşkarlayıb. Bu barədə Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında bərpa, tikinti və idarəetmə xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib. Qalıqların Əsəddin Cüroğlu Novruzov və Qurban Ramazanoğlu Göyüşova məxsus olduğu ehtimal edilir. Artıq Qurban Göyüşova məxsus qalıqlar ekspertizaya göndərilib. Əsəddin Novruzova aid olduğu ehtimal edilən skelet qalıqları isə uçmuş evin altından hələ çıxarılmayıb. Adı çəkilən şəxslər 1992-ci il martın 12-sində şəhid olublar. Skelet fraqmentləri dəfn edildikləri yerdə tapılıb. Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində təqsirləndirilən şəxs David İşxanyan dövlət ittihamçılarının suallarını cavablandırarkən qondarma rejimin ordusunun idarə olunmasının Özünü Müdafiə Komitəsi tərəfindən həyata keçirdiyini bildirib. Onun sözlərinə görə rəhbərlər Serj Sarkisyan və Samvel Babayan olub. Amma idarəetmə mexanizmi ilə bağlı bir şey deyə bilmərəm, David İşxanyan çıxışında qeyd edib. Bildirək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan vətəndaşlarının məhkəməsi davam etdirilir. Türkiyənin Xarici İşlər Naziri Hakan Fidan dünən Parisdə Fransa Xarici İşlər Naziri Jean-Noël Barrot ilə görüşüb. Fransa Xarici İşlər Nazirliyinin verdiyi məlumata görə görüşdə iki ölkə arasında ikitərəfli münasibətlər və regional məsələlər müzakirə olunub. Nazirlər həmçinin Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşmasının əhəmiyyətini vurğulayıblar. Rusiya Cənubi Qafqazda sülh və təhlükəsizliyin möhkəmləndirilməsi üçün Ermənistanla birgə işi davam etdirməyə hazırdır. Bu barədə Rusiya Xarici İşlər Naziri Sergey Lavrovun iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 33-cü ildönümü münasibəti ilə ünvanladığı məktubda bildirilib. Rusiya Ermənistan müttəfiqliyini sarsıtmaq cəhdlərinə baxmayaraq, siyasi dialoq və xarici siyasət koordinasiyasının yüksək səviyyəsini qoruyub saxlamağa həm ikitərəfli xətt üzrə, həm də ümumi inteqrasiya məkanı formatında ticari-iqtisadi əməkdaşlığı artırmağa nail oluruq deyə Lavrov bildirib. Ermənistan Xarici İşlər Naziri Ararat Mirzoyanın cavab məktubunda isə qeyd olunub ki, beynəlxalq münasibətlərin dəyişən arxitekturasının müasir şəraitində tərəfdaşlığın qarşılıqlı fəaliyyətini davam etdirmək vacibdir. Macarıstanın baş naziri Viktor Orban İsrailin baş naziri Benyamin Netanyahu ilə görüşüb. Bu barədə Viktor Orban sosial media hesabında paylaşım edib. Baş nazir Netanyahu Budapeştdə Avropanın ən təhlükəsiz yerində Macarıstana xoş gəlmisiniz, baş nazir deyərək Orban paylaşımında bildirib.